Quran-ı Kərimdə fikir versək, cəhənnəm əhlinin kəlmələrinə, onlar deyəcəklər ki, əgər biz doğru sözü eşitsəydik və ağlımızı istifadə eləsəydik, biz o dəhlindən olmazdıq. Əgər biz haqqı eşitsəydik, yəni haqqı eşitmək istəsəydik, onu duymaq istəsəydik, onu bilmək istəsəydik, halbuki onlar onu eşidirdilər və başa da düşürdülər, amma başa düşmək istəmirdilər. Aydın da anlamaq istəmirdilər. Və onlar deyir ki, əgərlərin biz eşitsəydik və ağlımızı istifadə eləsəydik, biz o dəhlindən olmazdıq. Allah Teala nə deyir? İ'tərafu bi zənbihim. Onlar günahlarını boyunlarına aldılar. Yəni boyunlarına aldılar ki, özləri seçiblər bu yolu. Ona görə Allah Subhanahu wa Taala Quran-ı Kərimdə görərsən ki, xitab edib ağıllılara. Allah Teala deyir ki, məndən qorxun ey ağıl sahibləri. Ey ağıl sahibləri ayələrimi düşünün. Bu ayələrim ağıl sahibləri üçündür. Və s. və ilə axır. Və həmçinin Allah Subhanahu wa Taala'nın dini mükəlləf olan qula nə vaxtdan sonra həddi buluğa çatandan və ağlı olandan sonra vacib olur. Deməli, ağıl sənə şəriətin vacib olması üçün şərtdir. İnsanın 70 yaşı olsa, dəli olsa vacib deyil ona. Çünki niyə görə? İstifadə edəcəyi bir şey yoxdur. İsti ilə soyuğu, doğru ilə haqqı ayırt edəcək bunda bir şey yoxdur. Bu dəlidir. Yəni, ağıl deyilən bir şey yoxdur bunda. Yəni, istifadə etsin, o ağlını yönətsin, nə isə etsin. Amma insan ağıllı birisi həddi buluğa çatdısa artıq mükəlləf olur. Niyə görə? İstifadə edəcəyi ağlı var axı. Və buna dünya misallarından misal çəkmək olar. Məsələn,